Tural, Söyle. Neynəməyimi gözləyirdin? Belə rahat gəlim, üzünə baxım onu. neynədir ki, adam baş çəkməyə gəlib də? Əgər sənin ürəyində keçmiş həyat yoldaşına qarşı hisslər qalıbsa, mənə de, xoşluqla boşanaq. Gərək elə lap əvvəldən biz ayrılardıq. Evə gedib gələn olmayıb. Sən məni işimdən elədin. Yitirəcəyim heç nə yoxdur. Amma sənin hər şeyin var. Bu dəqiqə səndən danışacaq hayım yoxdur mənim. Qalan hissəni də itirmək istəyirsən? Ora mənim atamındır. Atam qurub. Artıq sənin də deyil. Süleyman belə bir şey niyə eləsin? Zal zəng eləmişdi. Nə deyim? Nə bilim, nəsə danışmaq istəyir. Bəlkə nəsə olur. İnamım qalmayıb ona. Hər şey tamam başqa cür olacaq. Sənə arxa dayaq olan bir qardaşım var. Ay mama. Nə deməyə çalışırsan? Mənim deməyim oldu ki, tez bir zamanda şirkəti keçirdirsiniz mənim adıma. Qapı döyülür görüm kimdə. Bu hara gedir? Nə oldu, nə məsələdir? Mən şirkəti atamla Zaurdan alıb sizə verəcəm. Xəyanət 6 aprel saat 22-də Xəzərdə.